Ne olub Kamal? Bundan artıq nə olacaq? Ne olub da denən görək. Kənan çıxdı bugün qabağıma. Həqiqətən də çıxıb ki. Deyirəm onsuz da deyik. Yenə Bura bax, sən nə yaxşı salamazsan? ölümün ucundan döndüm. Az qala öldürürdü məni. Buna sağ qalmaq demək olarsa. Nə danışsan? Heç olmasa inandı. Səncə? İnanıb. İnan ki, səni bıraxıb da. Elə belə bıraxmadı o məni. Sən doğrudan o pulu verəcəksən, yəni qaytaracaqsan o pulu. Məndə o qədər pul var, verin buna. Bilirəm də, səndə yoxdur. Camalın kasasında var, ofisində var. Nihat, kassalar kodla olur. Kodla. O kodda mən bilmirəm. O kodu Camal bilirdi. Evdəki kassanın yaqın kodunu Nərmin bilirdi. Onların da ikisi yoxdur, ölüb. Neyiniyim, gedim o tərəfdən soruşum kodlarını. Elə bir yer alıb yerin dibinə girib. Sən narahat olma. Mən özüm tapdım Camalı. Camal kimdir Kənan? Camal Kamalın əkisidir. Nə? Nə? Kamal ölüb gedibdi. O sən adamların səhv məlumat veribdi. Kamal sağdır deyə. Onları o gördükləri Kamal olmayıbdı, Camal olub. Yəni Kamalın əkiz qardaşı. Niyə? Səbəb? Səbəb odur ki, deyir, Camalla işləmək mənə sərf eləmir. Gedirəm xaricə görüm orada nə eləyə bilirəm. O Cavanşirin gözündən gəlsin. Camal onu elədikləri. Çox nankör adamdır, çox. Allah səbir versin, ay bacı. Allah səbir versin. Çox sağ ol, ay qonşu. Allah ölənlərinə rəhmət eləsin. Amin. Soruşmağa da utanıram. Necə oldu qəza baş verdi? Onsuz da ki deyil. Təzdən yenə Narahat olma. O iş məndə. Camalın həyatını yaşayayım dedim. Bəlkə biraz rahat həyat yaşayaram. Az da olsa biraz rahatçılığım var idi. O da getdi əlimdən. Kamal kimi yaşamaq daha yaxşı idi.
İndi nə etmə fikriniz var? Çoxdan da bugünü gözləyirdim mən. İskəndərin axır ki yerinə keçdiniz. Ona aid olan hər şey sizin də artıq. Mən öz haqqım olanı geri aldım. İskəndəri öldürmək istəyən bir başqa düşman da var idi. Kim? Zöhrab. Zöhrab var yerə səs salıb ki, İskəndər tapdığı yerdə öldürəcək. Nə gözəl. Deməli, məndən başqa da İskəndəri öldürmək istəyən var imiş. Sən Zöhrabın yerini bilirsən, ha? Gezi ona bir baş çəkək. Nə tər deyirlər? Düşmənimin düşməni mənim dostumdur, ha? Düz deyirsiniz. Belə yerini bilmirəm, amma öyrənərəm. Öyrən. Öyrən. Buna hesab nömrəmi göndərəm, pulu vursun. Dünən söz verdi. Buna bax, bu da Allah deməni. Mən gücaqlım, buna nətər inandım, hə? Kamalın özü nə bunun qardaşı da nə olsun? Sən bu dəfə mənim əlimə qasam yazsan. O sən tutum. Səni qardaşımın yanına göndərim, sən də bax. Bunlar. Zöhrab bəy, İskəndərin kürəkəni gəlib Bakıya. Onu yerinə keçib, bundan sonra işləri o görəcək. Nə? İskəndərin yerini ondan öyrənə bilərik. Yox. O İskəndər oxşamır. Onun İskəndərdən həmişə azıq tutub. Fürsət axtarıb ki, onun yerinə keçsin. Onun gəlməyi yaxşı oldu. Biz onunla nə isə bir iş qura bilərik. Siz necə istəyirsiniz elə də eləyək. Sən onunla əlaqə yarat. Gəlsin bura, görüşək, danışaq. Yaxşı. Nə oldu? Danışa bildin Kənanla? Yox, Niyə? Səbəb? tək değildi. Yoldaşı var idi yanında. Ona görə yaxınlaşmadım. Yaxşı eləmsən. Daha doğrusu düz hərəkət eləmsən. Bizə yaraşmaz. Düşmənimiz belə olsa, yanında qadın, uşaq olsa, yaxınlaşmaq bizə yaraşmaz. Mən də elə elədim onsuz da. Telefonu söndürmüşəm. Kamal bəlkə də bayaqlarından nə qədər zəng gelir mənə, pula görə. Kamal, sən telefon ver mənə, zəng eləsə, mən özüm danışacağam onunla. Belə xəbərsiz getdim, alınmadı.
Sölünü də yandırarsan. Yaxşı. Bax, yenə də deyirəm. Çalış, danışarıq həll elə. Yaxşı? Sən narahat olma. Narahat olam ki, deyirəm də Allah səni saxlasın. Sən ged evə, uşaqlarla biraz vaxt keçir. Anaları, ataları yoxdur. Heç olmasa onlara əmili elə. Uşaqlara inanırsan, içim parçalanır. O gün deyirlər ki, anamı darıxmışam. Anamı görmək istəyirəm. Qəbir üstünə aparmışsan uşaqları sən? Uşağa daha da pis olar bilirəm. Ged apar. Məncə uşaqlara yaxşı gəlir. Sən mən dediyimi elə. Onsuz da uşaqlar nə vaxtsa analarının qəbrini görmək istəyəcəklər. Necəsən ay bacı? Necə olacam? Belə də. Dörd divar arasında qalmışam. Başa düşürəm səni. Çətindir. Çox çətindir. Allah heç kimi övladları ilə sınamasın. Amin bacı, amin. Bacı, istəyirsən gedək biraz bizdə qal. Yox ay bacı. Mənim uşaqlarım bu evdə böyüyüb. Burada onların qoxusu var. Mən onların qoxusu ilə yaşayıram. Canan, nə olub? Tələm tələsik çağırdın. Əlimdə bir balaca işim var idi. Hə, işin başını bıraxa kişi. Sən xəbərin var Kamalın qardaşı zəng çatmır? Zəng çatmır? Hə, çatmır zəng. Zəngi başa düşdüm. Bura nəyə gəlibsən ki? Bir dənə çolun skamyakaya bax. Bax, dünənləri Kamalın qardaşı orada oturmuşdu. Orada söhbət edirdi məndən. Gözlə qaş arası kimi bizim ən yaxınımızdaydı. Mən də o günlər buradan keçirdim. Onu orada gördüm, onu orada tutdum. Bax, buradaydıq biz. Sən başa düşdün indi məni? Başa düşdüm. İndi biz burada nə edirik? Daha doğrusu, nə edəcəyik? Hə, heç nə. Biz burada gözləməkdən savayı bizim başqa variantımız yoxdur. Səncə gələcək bura? O gələnə kimi biz buradayıq. Bunu əvvəl-axır gəlməlidir bura. Mən dünən onu burada görəndə o yaman fikirli idi. Onun burada nəsə bir xatirəsi var. Mənə gəlir ki, o gələcək bura. Cahangir bəy, Hə, Ramin. Neyniyə bildin? Zöhrabın yerini öyrəndim. Elə o da sizi görmək istəyirmiş. Nə gözəl. Gedib baş çəkək ona.
Salam Kamal. Salam. Dən qoy bir dənə bunu zəng eləyim, bəlkə buna zəng çatdı. Aha, kanal zəng eləyir. Zəng çatdı. Alo. Sözüm sözdür deyən oğlan. Pul nə oldu hə? Başa düşmədim. Bu nə danışırdı? Nəyə başa düşmədim hə? Pul nə oldu deyirəm sənə? Camal deyil. Bir dəqiqə dayan görüm. Camalın dostudur. Sən hardasan indi? Özünü açmır telefonu, dostu açır telefonu. Sən hardasansa yerini de, gəlim danışaq. Sən dostunu harda tutmuşdum, oradayam. Yanındadsa sorur, o deyəcək yeri. O tanıyır buranı. Camal yanında yoxdur dedi. Yerini de, konum at, gəlim danışaq. Yaxşı, atıram bir dəqiqə. Atıram, gəl görək. Gəl görək nə danışasın. Amma pulla gəl, pulsuz gəlmə bura. Konum istəyir. Danışmaq istəyir bizlə. Bu görək nə danışır. Hə Nicat, danış görək. Gəlişin səbəbi nədir? Nihat hardadır? Nihatdan xəbərsiz gəlmişəm. Gəldim ki, sənin özüm danışım. Buyur, eşitirəm səni. Bilirəm, kiməsə borcum var. İstəyirəm, sənə dost kimi kömək edəyəm. Düşündüyün üçün çox sağ ol. Amma mən bunu qəbul edə bilmərəm. Bilirəm, qəbul eləməlisən. Nihat dedi ki, o səndən pul götürməz. Qoy görək gəlir, görək nə deyir, nə ilə gəlibdir. Salam aleykum. Aleyküm salam. Dostun hardadır hə? Və mənim pullarım hardadır? Dostum evdədir. Pulda yoxdur. Namik, səbirli ol. Qoy görək sözün axırı nədir? Uzaq yol gəlib, əziyyət çəkibdir. Eşidirəm səni. Gəldim onu deyim ki, kişinin başına iş gələr. Kamal sizdən pul alıb, yeyib, neyniyib bilmirəm. Onun günahını qardaşı çəkməməlidir. Bu söhbəti bağlayaq. Ölən adamın günahını sağ qalan çəkməsin. Nədə qardaşın yenə 5000 pulu verə bilmir hə? Danışanda elə danışırdı, mənim sözüm sözdür. Mənim pulum puldur. Nə oldu hə? Deyib düz deyirsən.
Amma indi verə bilmir. Çünki şirkət batmaq üzrədir. Borcu çoxdur, ona görə verə bilmir. Sən bir böyük qardaşlıq elə, keç ona o pulu. Nədir ya bu? Zöhrəb bəy, İskəndərin kürəkəni gəlib. Çağır gelsin. Harda qaldın ay maqa? Harda qaldın? Axşam oldu, gəl çıx görək. Aparaq pulunu verək, rədd olsun başımızdan. Gəl görək. Sağ olsun Nicat. Gəl çıx da, gəl çıx. Aparaq bu Kənan pulunu verək, gəl çıx. Gəl çıx görək. Gəl görək. Telefonumu da götürüb aparmısan. Səninlə də əlaqədə saxlaya bilmirəm. Harada qaldı bu? Düşündüyüm şey eləməsə yaxşıdır. Gözünü bir alacaq indi. Hoş gelmişsin bir daha Bakıya. Xoş gördük. Xoş gününüzü gələk. Deyirəm, axır kağızına çatdın da. Qaynatanın yerine geçtin. Ona yerinə keçmək deməyək. Mən sadəcə haqqımı ona aldım. Yaxşı elədin. Sən bunu çoxdan eləməliydin. Sadəcə öz vaxtımı gözləyirdim. Əgər bir insan bir zirvəyə qalxmaq istəyirsə, səbirli olmalıdır. Doğru vaxtı gözləməlidir. Mən də səbirli oldum, vaxtını gözlədim. Vaxtı çatanda istədiyimə nail oldum. İndi artıq zirvədəyim. Biz ikimiz sənlə çox işlər görəcəyik. Özü də lap çox. Sən ged ona denən ki, onun 24 saat vaxtı var. Pulu çatdırsın. Ya belə çatdıracaq, ya belə çatdıracaq. Eşdin? Biz razılaşa bilmədik də danışaraq, hə? Burada danışmaq yox, burada sözü əməl eləmək lazımdır. Ağzından çıxan sözün yiyəsi olmaq lazımdır. Söz ağızdan çıxdısa, əməl eləmək lazımdır. Düz deyirsən. Mən də sənə deyirəm ki, pul yoxdur. Birinci gəldim, iki normal insan kimi danışaq. Danışdıq, amma görürəm ki, xeyri olmadı. İkinci görüşümüz
belə olmayacaq. Deyim biləsən. Bax getsin. O görə ikinci görüşümüz nətər olacaqdı? Çox maraqlıdır o. Harda qaldı bu? Harda qaldı bu? Gecə oldu, harda qaldı bu? Nə oldu? Neynədin Maqa? Kənanla danışa bildin? Razılığa gəldiniz? Danışmağına danışdım Kamal. Nə oldu? Nəticə? Sən nəticəyə gəl görüm. Bax Kamal, birinci normal danışdım. Amma inan ki, razılaşmadı. Sən neynədin bəs? Bircə demək ki, o ikinci dediyi verədin ha. Elədim. Özü də bir dəfəlik. Neynədin sən ha? Öldürdün sən Kənanı? Maşına bomba yerləşdirdim. O yanındakı adamla bir yerdə maşına minəndə uçdular havaya. Yenə düşdük.